Salam dəyərli müdavimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. Bu gün sizlərə ümumi sınağın izahını vermək istəyirəm. Başlayaq vaxt itirmədən. Sual 1. Hansı cümlədəki təsriflənən feilin kökünə ıcı üstü 4 şəkilçisi artırılsa, sifət yaranmaz? Cavabımız olacaq burada C variantı. Çünki satıcı, baxın, sat sözünə ıcı artır olsun satıcı. Satıcı deməli isimdir, sifət deyil. Kəsici, keçici, qırıcı, qurucu hər biri nədir? Icı artırdım və gördüm ki, sifət yaradıb. Variantımız oldu C variantı. Sual 2. Hansı cümlədəki əvəzlik məna növünə görə digərlərindən fərqlənir? Variantımız A variantı. Çünki öz təyin əvəzliyidir. Kimsə qeyri-müəyyən, heç kim qeyri-müəyyən, hər şey qeyri-müəyyən, hamı qeyri-müəyyən sayılır. Variantlarda məhz özünü sözü növünə görə fərqləndi və təyin əvəzliyi sayıldı. Cümlələrin birində feil mübtədadır. Cavabımız olacaq D variantı. Baxaq, burada feilimiz deməli mübtəda deyil, eyni zamanda gülləri sulamağa ifadəsində də feil var və mübtəda deyil. B variantında müəllim olmaqdır, bəli, feildir və mübtəda deyil. C variantında feilimiz təyindir, digər feilimiz isə xəbərdir. Cavabımız D variantı. Dinləyənlər feildir və mübtədadır. Bu arada məsdər, feili, sifət, feili bağlama, yəni bəziləri düşünür ki, nitq hissəsi deyil. Xeyr, onların hamısı feil sayılır. Yəni siz feil deyəndə ancaq təsriflənən feilləri axtarmayın. Təsriflənməyənlər də feillərin növü sayılır. Y variantında da deməli feilimiz var, amma heç biri mübtəda deyil. 4-cü sualla davam edək. Cümlələrin birindəki bağlayıcı həm növünə, həm də quruluşuna görə digərlərindən fərqlənir. Cavabımız Y variantı olacaq. Baxaq, A variantı mən danışırdım, o isə qulaq asmırdı. Hava çox soyuq idi, amma biz yenə də gəzintiyə çıxdıq. O çox çalışdı, ancaq istədiyi nəticəni əldə edə bilmədi. Onlar çox mübahisə etdilər, lakin heç bir nəticə əldə etmədilər. Madam ki, gəlmir, demək bizi saymır. Deməli, 4-də A, B, C, D variantları bağlayıcıdır. Y variantı da bağlayıcıdır. Sadəcə A, B, C, D variantları qarşılaşdırma bağlayıcısının növləridir. Y variantı isə qarşılaşdırma deyil. Ümumiyyətlə, Y variantındakı madam ki, indi ki, bir haldakı tipli bağlayıcılardır. Onlar da tabelilik bağlayıcısı sayılırlar. Həm quruluşuna görə, həm növünə görə fərqləndi. 5-ci sualla davam edək. Cümlələrin birində təyin vəzifəsində işlənən feil tərkibinə görə kök, leksik, qrammatik sxemindədir. Cavabımız olacaq C variantı. Çünki təyin sayılan söz danışılan sözüdür. Danış sözün kökü ıl, leksik, an, qrammatik sayılır. Yazılanların hamısı çox maraqlı və dəyərlidir. Burada bu şərtə uyğun olan təyin funksiyasında sayılan söz yoxdur. Bildiklərim mənə bu çətin vəziyyətdə kömək etdi. Burada sizi çaşdıran bildiklərim sözü ola bilər. O da mübtədadır. Çalışanların hamısı bir yerdə sayılır. O səbəbdən götürə bilmərik. Həm də çalışanların sözündə deməli çalış sözün kökü 3 dənə qrammatik var. Biz amma bu sxemi axtarırıq. İşləyən yorğunluqdan əldən düşmüşdü ifadəsində də məhz bu sxem yoxdur. Baxaq. Daha doğrusu bu sxem var. Özümdə baxdım ki, qəribə oldu burada nəsə. Bu sxem var. İş sözün kökü, işlə, işləyən. Amma təyin funksiyasında deyil, mübtəda funksiyasındadır. Ona görə Y variantı olmaz. Cavabımız 5-də C variantıdır. 6-cı sualla davam edək. Tamamlığı isimlə ifadə olmuş hansı cümlə ismi xəbərlidir? Cavabımız olacaq B variantı.
Tamamlığı isimlə ifadə olunsun. Kimdən? Bizimkindən. Tamamlıqdır və isimlə ifadə olunub. Məqsədlərimizdən biri mübtədadır. Yarışdakıları, kimi yarışdakıları məğlub etməkdir. Tamamlıqdır, amma sifətlə ifadə olunub. A olmaz. Fikirlərini aydın şəkildə ifadə etməsi çox vacibdir. Deməli, nə vacibdir? Fikirlərini aydın şəkildə ifadə etməsi. Burada ümumiyyətlə tamamlıq yoxdur, mübtədadır. Aldığımız müsbət enerjilər həyatımıza işıq gətirir. Burada görürəm ki, həyatımıza ifadəsi var. Nəyi gətirir? İşığı gətirir. Görürsünüz ki, burada məhz gətirmək məzmunu feili xəbərdir. O səbəbdən olmaz. Biz ismi xəbər axtarırıq, xəbər. Yəni D variantında şərt ödənilirdi. Tamamlığı isimlə ifadə olunan ifadə var idi. Sadəcə ismi xəbərlə axtarıram deyə D-ni götürmürəm. Y variantında da day uzatmırıq. Feili xəbərdir, ismi xəbər deyil deyə götürmək olmaz. Cavabımız məntiqlidir sözü də ismi xəbərin açarı sayılır deyə B variantı hesab olunur. Hansı cümlədəki nida quruluşuna görə fərqlidir? Cavabımız olacaq A variantı. Deməli, A, of, vay, ey sadə nidalar, ayaman mürəkkəb nida sayılır. Hansı cümlədə numerativ söz sayla sifət arasında işlənmişdir? Cavabımız olacaq C variantı. Sayla sifət arasında nə var? Numerativ söz var. A-da sayla isim, B-də sayla isim arasında, C-də də sayla isim arasında, Y-də də 2 nəfər, burada ümumiyyətlə 2 nəfər insanı olsaydı, deyərdim ki, sayla isim arasındadır. Burada ümumiyyətlə biraz baxın, yarımçıq var da, yəni sayımız var, numerativimiz var, amma ismimiz yoxdur. Olsun, problem yoxdur. Əsas mən gördüm ki, sayla sifət arasında işlənən variant C variantı olacaq. 9-dan davam edək. Deməli, hansı cümlə başlanğıc formada olan sözlə başlayır? Cavabımız olacaq B variantı. Duyğularını həyatda hər birimiz insanın heç biri başlanğıc formada deyil. Çalışqanlıq başlanğıc formada sayılır. Sual 10. Sintaktik təhlil sxemi mübtəda, təyin, xəbər şəklində olan cümləni göstər. Variantımız olacaq A variantı. Səhvlər insanın daha yaxşı olmasına kömək edən həyat dərsləridir. Həyat dərsləridir nə? Səhvlər. Hansı həyat dərsləridir? İnsanın daha yaxşı olmasına kömək edən həyat dərsidir. Cavabımız A. Məsələn, niyə B olmaz? Çünki elə bu təyinlə başlayır. Daha sonra görə niyə C olmaz? Ən rahat hissədən başlayaq. Sadiqlik insanın qarşısındakı insanlara və dəyərlərinə qarşı olan bağlılığıdır. Deməli, burada fikir ver, sadiqlik bağlılığıdır. Hansı bağlılıqdan söhbət gedir? İnsanın qarşısındakı insanlara və dəyərlərinə qarşı olan bağlılığı. Aha, bax. Burada artıq bu formada eləmişsinizsə səhv eləmişsiniz. Çünki burada nə var? Üçüncü növ təyinli söz birləşməsi var. Çünki bax, insanın bağlılığıdır ifadəsi düzgün gəlmiş olur. Deməli, mübtəda və xəbərdir. %100 bilirəm ki, bayaq elədiyim təhlili edənlər də var, amma olmaz. Dostluq həqiqi dəstək və qarşılıqlı anlaşma ilə möhkəmlənir. Nə ilə möhkəmlənir? Burada tamamlıq var. Ümid həyatda heç vaxt itirilməməli olan ən güclü motivasiyadır. Ümid mübtəda, motivasiyadır, xəbər. Güclü təyin. Həyatda heç vaxt itirilməməli olan təyin. Burada artıq 2 ədəd təyin var deyə Y variantı da olmaz. Cavabımız oldu A variantı. Belə əzmi davimlər 10 suallıq ödənişsiz sınaqla qarşınızda oldum. Ümid edirəm ki, suallar tam da sizə uyğun oldu. Yəni, nə asan, nə çətin, tam da qəbul səviyyəli sualı
işləmiş oldunuz. Əgər izah yararlıdırsa və mütəmadi olaraq görüntülü, görüntüsüz, planşetlər fərq eləməz. Ödənişsiz dərsləri izləmək istəyirsinizsə, nə edin? Rəy bölməsinə öz dəyərli fikirlərinizi yazmağı unutmayın. Sağ olun, növbəti izahlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.